Salamlayıram sizə əziz dostlar. 11 may 2026-cı il məşhur Kiyev şabalıtlarının çiçək açdığı günlərdir. Yəni Kiyevin gözəl günləridir. Və bugün elan edilmiş, razılaşdırılmış Amerika Birləşmiş Ştatları prezidentinin məsuliyyəti altında olan ateşkəsin sonuncu günüdür. Və nələr olacaq? Akşam görüşümüzdə bununla bağlı təbii ki, ətraflı danışacağıq. Nələr baş verir? Biləsiniz ki, Ukrayna silahlı qüvvələri irəliləməkdədirlər. Lugansk vilayəti ilə Xarkiv vilayətinin kəsişmə nöqtəsində. Bunlarla bağlı mən sizə ətraflı danışacağım. Serebyansk meşələrində, Slavyansk istiqamətində, Konstantinovka istiqamətində düşmən qüvvələri geri atılmışdır. Təbii ki, yaxın günlərdə Rusiya silahlı qüvvələri iri miqyaslı əməliyyatlar həyata keçirmək istəyəcəklər. Çünki Rusiyanın demək Avropa Birliyi ilə danışıqlar iştahı var, danışıqlar istəyi var. Yəni bunu da sırağa gün Rus führeri öz axşam brifinqində 9 maya həsr edilmiş brifinqdə bildirdi və Almaniyanın 1998-2005-ci illərdəki kansleri Schröderin bu danışıqları aparmaq istədiyini də bildirmişdi. Bunlar başdan məsələ deyil. Almanya Federativ Respublikası bunun əleyhinə olduğunu bildirdi və bilirsiniz ki, Avropanın taleyini həll edən ölkələrdən, dövlətlərdən biri, bəlkə də birincisi elə Almanya Federativ Respublikasıdır. Ona görə Schröder məsələsi keçir son plana. Ola bilsin ki, Almanya Federativ Respublikasının prezidenti Steinmeier, əvvəlki prezidenti Steinmeier danışıqların necə deyirlər, aparılmasını təşkil etdi. Ola bilər, amma Türkiyə variantı da yenə hələ də qüvvədə qalır. Demək, bunlar hamısı öz yerində. Bildirdiyim kimi bu günləri Ukrayna silahlı qüvvələri irəliləməkdə davam edirlər. Və bizim gözləmək fikrimiz, gözləmək düşüncəmiz yoxdur ki, haçansa Rusiya güya özü insafa gəlib deyəcək ki, bağışlayın, səhv eləmişik. Ona görə belə şey yoxdur və olmayacaqdır. Buna yaxşı Rusiyanı gözəl tanıyanlar hamısı bilirlər, əziz dostlar. Demək odur ki, bir daha bildirirəm, axşam görüşümüzdə biz bununla bağlı ətraflı danışacağıq. Mən sizə yaşayış məntəqələrinin adı da daxil olmaqla Ukrayna silahlı qüvvələrinin hansı mövqeləri bərpa etdiyini və hansı əraziləri işğalçılardan azad etdiyi ilə bağlı məlumatlar bildirəcəm. Və Rusiya tərəf təbii ki, əlini gücləndirmək üçün danışıqlarda yaxın zamanlarda aydındır ki, iri miqyaslı əməliyyatlar həyata keçirmək istəyir, amma bu günləri həm New York Times-ın və digər ekonomistin yazdığı məqalələr var. Demək, Rusiya bugünkü templə müharibəni davam etdirərsə, 30 ildən sonra, 30 ildən tez olmayaraq daha doğrusu belə yazıblar. Deməli, Donbasın yerdə qalan ərazilərini işğal edə bilər. 30 ildən tez olmayaraq, yəni 30 il plus. Eyni şey də, yəni Rusiya oliqarxlarının, iş adamlarının bugün hansısa hakimiyyət tranzitindən danışdıqları ilə bağlı Z ekonomistə məlumat verən Kremlin adını çəkilməsini istəməyən məlumatları da dərc olunub. İstənilən halda, yəni aydındır ki, Putin xoşluqla hakimiyyət vermək istəyində deyil, buna etməz. Etmək fikri yoxdur, olmayıb. Yəni, bu müharibə Putinin hakimiyyətdə qalma müharibəsidir o cümlədən. Odur ki, əziz dostlar, demək, biz Ukrayna tərəfi olaraq müharibənin növbəti mərhələsinə və biləsiniz, qərb mətbuatı bunu belə də yazır. 2023-cü ildən Rusiyanın düşdüyü ən ağır variantda, ən ağır durumdadır Rusiya və biz bu strateji üstünlüyü və təşəbbüsü əldən vermək düşüncəsində deyilik. Və biləsiniz ki, bugündən başlayaraq, yəni rəsmi elan edildi,
Ukrayna, Almaniya Federativ Respublikası ilə bir yerdə 1500 kilometrlik mənzilli dronların istehsalına başladı. Və bu dronlar kütləvi istehsal olunacaq. Yəni istehsal olunurdu bu dronlar, amma belə deyim də, yəni müəyyən mənada məhdud sayla. İndən belə bu dronlar uzaq mənzilli zərbələrin mühüm hissəsinə çevriləcək. Yəni bunu da Rusiya tərəf yəqin ki bilməmiş deyil. İndi inanmırıq ki, nəysə onlar hansısa bir ciddi qərarlar qəbul etmək gücündə olsunlar. Belə əziz dostlar, bir daha hər birinizə xoş axşam istirahəti arzulayırıq və axşam saat 22:00-da hökmən görüşüb bu mövzuları müzakirə edəcəyik. Odur ki, bu günlər bizim yanımızda olmağı unutmayın. Efirlərimizi çox halda paylaşmağı da unutmayın. Çünki çox vacib bir dövrə qədəm qoymuşuq. Rusiya gözlərimiz önündə sınmaqda davam edir və bu sınmanın qarşısını almaq üçün onun nə potensialı, nə bacarığı, nə də imkanları yoxdur. Edə biləcəyi yenə də Ukraynanın mülki obyektlərinə qarşı, mülki insanlarına qarşı terror ola bilər. Bundan əlavə Rusiya Federasiyasının müharibə bölgəsində hansısa ciddi uğurlu əməliyyatlar keçirə biləcəyi ilə bağlı məsələlər çox müəmmalıdır. Bu təkcə bizim düşüncəmiz deyil. Biz aydındır ki, içəridə necə deyirlər, özümüz real vəziyyəti bilirik. Bir də var ki, kənardan bəzən də daha yaxşı görsənir. Ona görə bu məsələlərlə bağlı sizin düşüncələriniz də bizim üçün, əziz dostlar, vacibdir. Çox sağ olun ki, bu ağır 4 il 3 ayda bizlə bir yerdəsiniz. Odur ki, belə deyək də, müharibənin çox böyük hissəsi geridə qalıb. Bunu da bilməyiniz vacibdir. Təşəkkür edirik. İnşallah axşam görüşündə daha ətraflı danışacaq. Hələlik sağ olun.